Aha. 7 gün ərzindədir. Ay sağ ol. Bu günləri artıq 7 gün. Bax, bir daha qulaq asın. Bonusu mən bildim. Bonusu siz deyirlər. Bəs mənim 3 manatım hala getdi? Deməli, bonuslarımız belədir ki, siz 3 manatı ödəyirsiniz. Kilovatlara isə 6 manatı əldə edirsiniz. Əldə eləmədimi? Ay qulaq as. Mənə qulaq as. Ay qız, bir qulaq as mənə. Mən deyirəm ki, 3 manatlıq mən vurmuşamsa, siz niyə görə onda yalancı reklam verirsiniz? O 7 gün ərzində sizin o verdiyiniz bonus ləğv olsun da. Niyə görə bizim ödədiyimiz, bir də xanım qulaq as, ay xanım bir qulaq as, 3 manatlığı elə deyir sizə bir də robotsuz. 3 manatı alırsınız. Ay qız. Bütün vəsait artıq bonus sayılır. O nətər oldu? Bizim vəsait elə bonus sayıldı. Elə sizin öz bonusunuz qalsın, artıq qalar ləğv o 27, elə ki 7 gün içində ləğv olsun. Niyə görə mənim cibimdən çıxan 3 manat o şota getməlidir? Cibinizdən çıxarmır, siz özünüz. Çıxartmışsınız, xahiş edirəm, reklamınızı verin. Ay xanım, siz reklamı düzgün vermirsiniz. Reklamda başqa cür deyilir, ancaq hərəkətdə başqa cür. Siz deyin ki, 3 manatlıq verirsiniz, sizin o 3 manatlıq vırdığınız danışmazsınız, o da gedəcək oyla bir, elə bir ki, cəhənnəmə özü ilə dost taparıcaq. Ancaq siz elə demirsiniz axı, siz cəmaatın başına alladın, cibinə girirsiniz. Bu nətər olur? Xeyr olur, mən 3 manat ödəyirəm, bir həftədən sonra o getdi. Çünki hələ Əzrailin o deyib bala paylayır, Əzrailin balası öz başına deyilsin, mənimkini əl vurmasın. Nətər olur bu? Reklamımızı düzəldin də, uşaq başı alladırsınız. Əlavə sorunuz? Siz mənə gəl edəcəm. Deyirəm sizə, reklamımızı düzəldir. Allah, elə adamı elə bir ki, kasıbın cibindən elə sakitcədə elə çəkirsiniz 3 manatı ki. Siz də təsəvvür edin, mənim 25 dəqiqəlik bonusum da gedir. O da onun içində getdi. Ondan ibarət mənim 3 manatım da getdi. İşte bilirsiniz ki, o biri əbi sizin özünüzə qalsın. Danışmadım, mən danışmadımsa, o sizin öz verdiyiniz bonus getsin də, niyə görə mənim 3 manatım getməlidir? Sonra o 25 dəqiqə gələn bonus da getməlidir. Niyə görə? Yox, deyin də, cavab verin də mənə. Cavab verin də. Mənim cavabım biqanə eləmir. Sizin digər əlavə sualınız olacaq. Əlavə sual deyəndə ki, sən mənə nə cavab verdin ki? Mənə cavab verdinizsən, bir dənə cavab verməmişsən, heç bir cavab verməmişsən. Bir də, məni qane eləmir ki, sizin dediyiniz reklamla sizin elədiyiniz əməl düz gəlmir. Qeydiyyatı alıb yoxlayaq. Elə yoxla da, necə yoxla? Mənim elə qalsa, tuta gəlin orada, o sizin məhkəməyə də verərəm. Belə uşaq başı alladırsınız. Təsəvvür elə, mənim kimisilər bir də öyle, milyonla cəmaatın cibinə girirsiniz siz. Mənim dəxli yoxdur, mənim bilmirəm, mənim 3 manatlıq bonusumu başınıza deyilsin, mənim 3 manatlıq cibimdən çıxan pulumu mənim qaytarın mənim telefonuma. Mən artıq dərəcədə xahiş edirəm. Onda xahiş edirəm, sizin o reklam şirkətinizə xahiş edirəm, deyin ki,